Küsülülər çoxdur və tez-tez barışıq olacaqmı? Videolarını çəkməyimi istəyirlər. Gəl baxaq. Bu artıq bitdi, yoxsa davam edəcəkmi? Addım atacaqmı? Yəni, bu sırf ayrılmışlar və küsmüşlər üçündür münasibətlə əlaqədar. Gəl baxaq. Fikrindəki insan hal-hazırda özü hansı enerjidədir? Fikrindəki insan özü hansı enerjidədir? Bu daha çox Qoç bürcünü göstərir və yaxud da ki, xarakter olaraq dominant, sərt sözünü deməyə bacaran bir insandır bu dəqiqə. Üzdən nə qədər belə özünü sərt göstərsə də, bəli bir narahatçılıqları var bu insanın. Gəl baxaq. Münasibətinizin bitməsi ilə əlaqədar nə düşünür? Fikrindəki insan küsməyinizlə, hazırki durumla əlaqədar, münasibətinizin hazırki durumu ilə əlaqədar nə fikirləşir? Özü də bilmir. Qarışıqdır fikirləri. Yəni, özü də hələ bəlli deyil. Davam edəcəkmi? Görəsən necə olacaq? Tamam bitibmi? Yəni, özü də hələ bilmir ki, bundan sonraki etap necə olacaq? Addım atım mı, atmayım mı? Qarşımdakı insanın qəlbini çox qırmışam və yaxud da ki, özünün qəlbi çox qırılıbdır. Yəni, bu dəqiqə konkret olaraq inciklikdir və bu dəqiqə bu barədə danışmaq istəmir. Münasibət barəsində heç bir şəkildə danışmaq istəmir. Gəl baxaq bəs. Darıxırmı? Düşünürmü səni? Fikrindəki insan darıxırmı? Səni düşünürmü? Düşünür. Özündən nə qədər də bu fikirləri uzaqlaşdırmaq istəsə də, bəli, düşünür, darıxmaq hissi də var və həmçinin burada bəzi qısqanclıq hissləri də var ki, birdən bəlkə də o həyatına başqasını alar və s. Amma yenə də özünü təlqin edir ki, yox, mən addım atmayacağım, heç bir şəkildə barışıq olmayacaq, artıq bitsə daha yaxşıdır, yəni belə düşünür. Gəl baxaq, addım atmaq istəyirmi? Sənə addım atmaq istəyirmi barışmaq üçün? Fikrindəki insan sənə barışmaq üçün addım atmaq istəyirmi? Daha çox qarşı tərəfdən gözləyir addımı. Yəni, hal-hazırda indi vaxtı deyil, indi lazım deyil, indi hər ikimiz də hirsliyik, hər ikimizin də aqressiyamız var. İndi addım atsam dava olar, daha da betər olar deyə düşünür və xeyr, addım atmaq istəmir bu dəqiqə. Səndən addım gözləyirmi? Gəl baxaq, fikrindəki insan, bəlkə də səhv səndə olubdur, gəl görək səndən addım gözləyirmi? Fikrindəki insan səndən addım gözləyirmi? Daha çox səndən addım gözləyir, sənin peşman olduğunu görmək istəyir. Bəzən heç sənin günahın yoxdur, amma qarşıdakı tərəf o qədər egoistdir ki, istəyir ki, mən günahkar olsam da qoy özü addım atsın, mən addım atsam, mən səhv çıxacam. Yəni, belə düşüncədədir. Səndən addım gözləyir. Gəl baxaq. Əgər sənin səhvin varsa, yenə deyirəm, səhvin varsa, sən addım atsan barışıq olacaqmı? Səhvin yoxsa qəti şəkildə addım atma. Qələt eləyir. Əgər sən addım atsan, səhvin varsa da, belə deyirik. Sən addım atsan, barışıq olacaqmı aranızda? Sən addım atsan, barışıq olacaqmı? Mən sənə deyim ki, xeyr, sən addım atsan da mənası yoxdur. Özünü naza çəkəcək, özünü geri çəkəcək, soyuq davranacaq. Səndən heç bir şəkildə addım tələb olunmur bu münasibətdə. Addım atma. Özü sənə addım atacaqmı barışmaq üçün? Fikrindəki insan özü sənə barışmaq üçün addım atacaqmı? Özü də addım atmaq istəmir, vəziyyəti uzadır və həmçinin burada negativin etkisi də var. Mən sizə deyim ki, ola bilsin ki, bu adamın üzərində və ya münasibətinizin üzərində bəlli bir bağlılıq var. Çünki burada bağlılıq görürəm. Sizin bir-birinizdən ayırmaq üçün olunan bir cadu mu deyim, negativ mi deyim, bağlılıq mı deyim və yaxud da ki, bu adamın içində yəni belə bir hissi var. Bəzilərinizdə hətta sənin ona yalan danışdığını, hətta bəzən də xəyanət elədiyini düşünür və qəti şəkildə addım atmaq istəmir. Yenə də gəl baxaq. Addım atacaqmı barışmaq üçün? Fikrindəki insan addım atacaqmı sənə doğru? Fikrindəki insandan sənə addım gələcəkmi? Sötki gələcək. Gecə olacaq. Biraz gec olacaq, yəni. Dördlü vaxtlar içində 4 gün, 4 həftə, bəzilərinizdə 4 ayda çəkə bilər, çünki çox uzun çəkəcək bu. Amma bəli, bəlli bir addım olacaq ondan. Hansı ki, elə bir vaxt olacaq ki, sən artıq heç gözləməyəcəksən ondan addım və yaxud da ki, bəlkə də həyatı başqa cür qurmağa çalışacaqsan ki, artıq bitdi, getdi də, neyiniyim, nə mən atdım, nə o atdı, artıq hər şey boş oldu. Dediyim bir vaxtda görəcəksən, pırtlayıb çıxıb hardansa ki, hə, mən də varam, mən də gəlmişəm, düzdür, səndən inciyəm falan, amma necəsən, neyinirsən, yəni.
tutaq ki, hal soruşmağa, hal əhval soruşmağa, amma barışmaq məqsədi ilə soruşacaq. Yəni güya ki, heç barışmaq üçün demir, güya ki, təsadüfən görmüsən, güya ki, təsadüfən necə soruşur, amma bunun arxasında təkrar münasibətimizin bərpa etmək niyyəti duracaq. Barışıq olacaqmı? Fikrindəki insanla barışıq olacaqmı? Fikrindəki insanla barışıq olacaqmı? Yəni o elə vaxt addım atacaq ki, mən burada barışıq görmürəm, təəssüf ki, yəni sən gözləyəcəksən, lazım olanda, sənin göz yaşı tökəndə, tutaq ki, sən ayrılığın stresini yaşayanda o addım atmayacaq. Sonradan atılan addım, sonradan atılan daş topuğa dəydiyi kimi bu münasibətlərdə də sonradan gec addım atacaq deyə barışıq olmayacaq. Ona görə də bax, yəni bu münasibət budur. Aldım, qəbul etdim, yaz ətrafına baxın, üçüncü profildəki nömrə ilə əlaqə saxla. Gəl belə də baxaq. Onunla barışmağa dəyərmi? Bəlkə də heç layiq də deyil. Yəni burada narsistlik görürük biz. O insanla münasibətini bərpa etsən, sənin üçün xeyirlidirmi? Xoşbəxt olacaqsanmı? Gəl buna da baxaq. Əslində ola bilərsiniz, çünki burada qarşılıqlı duyğular da gedir. Söhbət sadəcə üçüncü şəxslərin müdaxiləsi çoxdur və yaxud da ki, burada üçüncü şəxslərin müdaxiləsi həm sizin aranızı vurmaqla əlaqədardır, həm də ki, sizin münasibətinizi bitirmək üçün olunan neqativlə, cadu ilə əlaqədardır. Ona görə də özün qərar ver.